hörmətli həmkəndlilərim, bugün mərhum Zahid müəllimi son mənzilə, əbədiyyət evinə yola salırıq. Zahid müəllim hər birimizin bildiyi kimi uzun müddət Ləmbəran kənd tam orta məktəbində ziyalı fəaliyyəti ilə məşğul olmuş, müəllim işləmiş. Bir çox Ləmbəranlıların üzərində, Ləmbəran kəndinin övladları üzərində böyük əməyi olmuşdur. Uzun illər fəaliyyət göstərmişdir. Zahid müəllim keçmiş nəslin sonuncu nümayəndəsidir. Yəni mən bəzilərinin adlarını çəkmək istəyirəm. Səməd müəllim, Cövdət müəllim, Məhəmməd müəllim, Əhəd müəllim, Məhət müəllim, Xəlil müəllim. Allah keçənlərin hamısına rəhmət eləsin və Zahid müəllim də bu nəslin, bu şərəfli nəslin sonuncu nümayəndəsi idi. Bu insanlar əsr Ləmbəranlıları idi. Biz bu insanların qədrini indi anlamağa başlamışıq. Ona görə ki, onların yeri dolmur. Dini baxımdan da Zahid müəllimin ömür yolu çox şərəfli olub. Belə ki, belə bir hədis var, deyir, alimin mürəkkəbi şəhidin qanına bərabərdir. Yəni, Zahid müəllimin əbədiyyət aləmindəki mövqeyi də Allah qatında çox yüksəkdir. Yəni, o, alimin mürəkkəbinin şəhidin qanına bərabər tutulduğu bir dinin mənsubu idi. Mən də Ləmbəran kənd tam orta məktəbinin müəllim kollektivi adından Zahid müəllimə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm. Allah rəhmət eləsin. Allah müəllimimizə rəhmət eləsin, anamın duası. Gözəl insan, böyük şəxsiyyət. Zahid müəllimə Allah rəhmət eləsin. Ləmbəran kəndimizdə daha böyük bir şəxsiyyəti itirdik, haqq dünyasına. Yola sallıq Zahid müəllimi. Yüzlərlə Ləmbəran kənd sakinləri, müəllimimiz, ziyalımız Zahid müəllimi haqq dünyasına yola sallıq. Allah Zahid müəllimə rəhmət eləsin. Çatmışıq aşağı baş qəbirstanlığını deyik. Allah Zahid müəllimə rəhmət eləsin. Kəndimizin dəyərli saqqallarına olan müəllimimiz, gözəl insan, haqq dünyasını yola sallıq. Allah rəhmət eləsin müəllimimizə. Esselamu aleyke ya Abdallah. هذا أول منزلك من منازل آخرة الباقية وآخر منزلك من منازل الله محمد رسول الله لا إله إلا الله محمد رسول الله رب لا تذر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Bugün 1 noyabr 2025 ildir. Nəslimizin dəyərli saqqallarından olan müəllimimiz Zahid müəllimi haqq dünyasını yola saldı. Sağ olsun, gəlib iştirak edən Zahid müəllimin dəfnində iştirak edən hər bir kəsə təşəkkür edirik. Dua edən hər bir kəsə minnətdarlığımızı bildiririk. Zahid müəllim Ləmbəran kəndinin ən dahi şəxslərindən, elmli, savadlı şəxslərindən biridir. Ləmbəran kəndində elə ki, böyük bir alim bitirdik. Zahid müəllimin söhbətləri, danışıqları, elmi, mədəniyyəti, məntiqi, bütün insani keyfiyyətləri minlərlə Ləmbəran kəndimizin ürəyində, qəlbində hər zaman yaşayacaq. Dünya, kainat durduqca qəlbimizdə, ürəyimizdə Zahid müəllim hər zaman var olacaq. Ailə üzvlərinə, doğmaların hər birisinə səbir dilərik. Buyurun Məhəmməd müəllim. Baxış müəllimlərinə rəhmət eləsin. Bütün Ləmbəranın xeyirli işlərini işıqlandırsa. Allah əmmə rəhmət eləsin. Bütün Ləmbəran cəmaatının ölənlərinə Allah rəhmət diləyirəm. Ona görə ki, çox əziyyət çəkdilər. Həqiqətən bizim kəndimiz çox belə ürəklərə dəyən kəndimizdir. Ona görə ki, həmişə bir olurlar. Xeyirdə də bir olurlar, şərdə də bir olurlar. Allah ölənlərin hamısına rəhmət eləsin. Həmin uzun müddət Ləmbəran kənd tam orta məktəbinin müəllimi olub və hörmətli müəllimlərdən olub. Allah bütün müəllim kollektivinə də rəhmət diləyirəm.
Dünyadan keçənlərə rəhmət, qalanlara can sağlığı. Hamısına da rəhmət. Xeyrətçilərimizin adından, burada iştirak etməyən insanlar adından da başsağlığı veririk. Sağ olsunlar ki, hamısı rəhmət yazırlar, dualar eləyirlər. Allah Taala müəllimimizə rəhmət eləsin. Ruhu şad olsun. Ruhun el-Fatihə. Allah müəllimimizə rəhmət eləsin, ruhu şad olsun, məkanı cənnət olsun. Dünyanın hər yerində yaşayan bütün Ləmbəranlar adından, eləcə də dostlarımız adından Allahdan rəhmət diləyirik. Bizim də üzərimizə düşən oydu ki, kanalımızın vasitəsilə çəkək, bütün dünyayı işıqlandıraq. Ölüm elə bir neymətdir ki, bütün canlılar ölümü dadır. Quran-ı Kərimdə Allah buyurur ki, and olsun ki, harda olsaz da belə ölüm mütləq sizi tapacaqdır. Bütün canlılar ölümü dadır. Bütün insanlığa çağırış edirik. Gəlin elə edəyin ki, biz də gəlib dəfn olunub getməmiş, bu dünyada yaxşı işlərimizlə, savab əməllərimizlə rəhmət qazanaq, hörmət qazanaq, Allahın həqiqi rəhmətinə qovuşaq. Bir-birimizə pislik etməyək, əksinə yaxşılıq edək, bir-birimizin qədrini bilib, bir-birimizə çox istəyək. Allah Taala dünyadan köçənlərimizə rəhmət eləsin, qalanlara can sağlığı versin. Sağ olsun ki, kəndimizin abadlığında dəstək verib, kəndimizi, elimizi, obamıza çiçəkləndirən bütün insanlarımız. Allah sağ da rəhmət versin. Ata, Allah sünnətlərin, millətlərin də İnşallah ki, Arazəmdə Allah rəhmət. şəhid olub, cəsədi tapılar, dəfn olunlar, hamının qəlbi rahat olar. Dünyadan köçənlərimizin də ruhu şad olsun. Cəm ölənlərimizin hamısını Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Ardu qardaşımız yolların genişlənmə aksiyasına 10 manat dəstək verdi qəbirstanlıqda. Allah razı olsun. Hər kəsin öz qəlbi əksinə bənzər, yaxşılıq dünyada qalar yadigar. Biz gəlib köçsək də bir gün dünyadan, əksimiz dostlarda qalar yadigar. Bizim kanalımızın da arxı fondunda xeyriyyətçilərimizin, dostlarımızın bütün çıxışları, şəkillər, videolar hamısı var və gələcək nəsilə qalacaqdır. Allah şirin daimada dünya bilmədə rəhmət eləsin. Kəndimizə fayda verən Məhəmməd müəllim kimi və digər oğullar kimi oğullar qoyub gediblər. Allah rəhmət eləsin Məhəmməd müəllim. Allah sizi var eləsin. Kanalımıza abunə olun, şərh yazın, like edin və paylaşın ki, dünyanın dört bir yanında olan milyardlarla insanlar Ləmbəran kəndimizi, xeyriyyə aksiyalarımızı və dünyadan köçən Zahid müəllimin də dəfn mərasimini görsün, rəhmət yazsın. Qəbirstanlığın təmizliyini təmin edən Səlim əmiyə də cəmaət adından təşəkkürümüzü bildiririk. 1 noyabr 2025-ci il Zahid müəllimin dəfn mərasimindən çıxdıq, gedirik evə. Günortadan da sonra aksiyamızı inşallah start verəcəyik. Allah Zahid müəllimə, daimizə, dəyərli saqqalımıza rəhmət eləsin. Mən BMT internet televiziya və YouTube kanalının təsisçisi və direktoru Baxşeyiş müəllim olaraq eyni zamanda Azərbaycan Qarabağ İdman Təşkilatının rəhbəri 2-ci Dan Qara Kəmər ustası, fədai medal mükafatçısı kimi kanalımla, gücümlə, sağlam ətrafımla Azərbaycanımın, dövlətimin, millətimin, bərdəmizin, Ləmbəran kəndimizin xidmətində və dəstəyindəyəm. Uzun illər olduğu kimi indi də və indən sonra da xeyriyyətçilərimizin işlərini mükəmməl səviyyədə aparıb, Ləmbəran kəndimizi abadlaşdırıb, dövlətimizin gücünə güc qatıb, vətənimizin, Ləmbəran kəndimizin inkişafı üçün bütün varlığımla xidmət edəcəm. Əziz izləyicilərimiz, kanalımın vasitəsilə vətənimizin, Ləmbəran kəndimizin inkişafına dəstək olanları, xeyriyyətçilərimizi gündəlik olaraq kanalımda və bütün sosial şəbəkələrimdə ictimaiyyətə təqdim edib, bütün dünyaya yayımlayıb, gələcək nəsillərə tanıtdıracağım. Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, qəhrəman xalqımıza, eşq olsun Ləmbəran kəndimizə və xeyriyyətçilərimizə, eşq olsun vətənimizə dəstək olanlara. Uca olan Allah tutduğumuz şərəfli yolda hər birimizə yar olsun. Amin.
Hörmətlə Azərbaycanımızı, dövlətimizi və sizləri canından çox sevən Baxşeyiş müəllim. BMT TV, Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik. Dəyər verdiyiniz və dəstək olduğunuz üçün öncədən hər birinizə təşəkkür edirik. Kanalıma abunə olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.